şəxs ailəsini, işini və bütün həyatını geridə qoyaraq birdən-birə rəssam olmağa qərar verir və ölkəsindən Tahitiyə qaçır, amma Tahitidə də azyaşlı qızları istismar eləməyə başlayır. Paul Gauguin 19-cu əsrin fransız postimpressionisti. Rəngləri cənnət kimi görünür, tabloları isə egzotika və parlaqlığı ilə seçilir. Amma gəl ki, insan olaraq heç yaratmamışdı. Çoxları niyəsə Paul Gauguinin bu qaranlıq tərəfini unudaraq onu hələ də azad ruhlu rəssam adlandırır. O, Tahitidə özünü cənnətdə hiss eləyirdi. Onları isə göydən düşmüş mələklər adlandırırdı. Amma reallıqda bu uşaq istismarı idi. Daha da dəhşətli nə ola bilər deyə düşünürsüz? Məncə Paul Gauguin burada şeytanı belə qabaqladı. Gauguin bütün bu qızları sifilis xəstəliyinə yoluxdurdu. Qəhrəmanmış kimi də tablolar yaratmağa davam edirdi. İndi isə o məşhur Tahitili qızlara bax və səmimi cavab ver. Bu əsərlərə əvvəlki kimi rahat tamaşa edə bilirsənmi? Gauguinin hekayəsi sənə hələ də romantik qaçış kimi görünür?